Buyurun, 61-ci sual. Ekrana çıxacaq qiymət K dəyişənin qiymətindən asılı olaraq ifadə edin. Yəni K dəyişəni asılı olaraq ifadə edin deyib. Bu tipli misalı həll etmək üçün K-ya müəyyən bir ədəd vermək lazımdır. 2, 3 fərqi yoxdur da, anlayırsınızmı? Məsələn, tutaq ki 2-ni versək, burada 2-nin kvadratı 4 ise 1 eləyir 5. Yəni x-in qiymətləri nə qədər olur? 1, 2, 3, 4. Düzdürmü? Düzdürmü? X-in bir qiymətində nə qədər eləyir? Deməli, bu eləyir 3, bu da eləyir bizdə 5. O da eləyir 15. Düzdürmü? 15-in 2 bölünməsi alına qalıq. Yəni təkdirmi? Bəli. Yəni bu tək ədədləri soruşur nəsə. Baxaq görək. Aldığımız ifadəni də 3-ə vururuq bunu. Düzdürmü? 3 vurulsun, x-in qiyməti 1-də, 3 vurulsun 1. Sonra üstə gəlirik. 2 qiymətində şərt ödənməyəcək. Çünki cüt ədəd olur burada. 4, bu da 6, 24 edir. Tək qiymətlər maraqlıdır. 5, bu da bizdə eləyir 7. Düzdür? 35 doğrudur. 3 qiymətində 3 vurulsun 3 eləyir 9. Düzdürmü? Yəni ancaq tək qiymətləri soruşur. İndi burada nə baş verdi? Hə? 3 vurulsun 1, üstə gəlsə 3 vurulsun 3. Düzdürmü? İndi burada nə baş verdi? 3-ü mötərizə xaricini çıxartsaq, məsələn, 3 üstə gəl, 1 üstə gəl 3-ün məsəlamda. Burada da 3 vurulsun 4 oldu. 3 vurulsun 4-ün də kvadratı 2-nin kvadratı kimi yazmaq olar. Düzdürmü? Nəticədə D variantı alınır. Aydındır? İzahı belədir. 60-cı sual. 64. Cavab. İnformasiya miqdarından sizin probleminiz qalıbsa, bunu izah eləmək lazımdır. Yox, gedib evdə işləmək lazımdır. Nə istəyir bizdən? True color, yəni şəklin ölçüsünü hesablamaq lazımdır. A vurulsun, B vurulsun 24, üstə gəlsə özü göstərilib. Height colorda A vurulsun, B vurulsun 16 yazılıb. Düzdür? İki fərqli qrafik təsvir informasiya həcmi 60 megabaytdır. Düzdür? Bu təsvirdə piksellərin sayının bərabər olduğunu bilərək, deməli, bərabərdirsə, bunu üst-üstə gələ bilərik də. 40 AB bərabər 60, AB bərabərdir, nə qədərdir? 2-də 3. Düzdürmü? True color ilə kodlaşılmış təsvir informasiya həcmini tapın. True color da burada yerinə qoyuram AB-nin əvəzinə. Daha doğrusu true color buradadır. 2, 3. Düzdürmü? Bundan bu gedir 12 qalır. 12-ni də 3-ə vuranda eləyir 36. Aydındır? Sonra. Burada 62-ci sual. İngilis əlifbasının hər simvolları informasiya təhlükəsizlik dərsinə aiddir. İngilis əlifbasının hər simvolları və rəqəm simvolları ibarət mesaj aşağıdakı qayda ilə şifrələnib. Hər simvola 3 mövqe sola sürüşdürülüb. Aydındır? Rəqəm simvolları 4 simvol sağa sürüşdürülüb. Göstərilən qayda ilə mesaj şifrəsi budur. Biz bunu açıqlamalıyıq, deşifrə eləməliyik. Demək, hər simvollarını 3 mövqe soldan sağa sürüşdürməliyik. A sağa sürüşəndə nə baş verir? 3. 1, 2, 3 D olur. D olmayan variantları avtomatik çıxırıq. Sonra 2-lər doğrudur. Bir dənə də R-i yoxlamaq lazımdır. Düzdürmü? R də sağa sürüşəndə U olur. U olan variant da cavab A variantıdır. Digər variantlar doğru gəlmir. Aydındır? Hərflər sola sürüşdürülür. Biz şifrələnib belə eləyib də. İndi bu şifrəni açıqlamaq lazımdır. Aydındır? Sonra 63 qraf informasiya modelinə aiddir. Mütləq sual gəlir bundan. 1, 1, 1. Düzdürmü? Bizdən deyilir ki, K təpəsindən keçməklə A K təpəsindən keçməklə yalnız. Yəni K-dan keçmiriksə buralara keçmirik. Bəli, bəli. Bunları heç nə ancaq K-dan keçmək lazımdır. M təpəsindən 2 müxtəlif yoluna getmək olar.
Yəni bura 1, bura 1, bura 2, bura 2, düzdürmü? Bura 3, bura ümumilikdə 5, bu 5, bu da 5, bu da 5, bu da 5. Eləyir nə qədər? 15. Anladınız? Sonra Excel-ə aid sualdır. Diaqram hansı diapazona əsasən qurulub deyir. Deməli, mən görürəm ki, burada 15-dir, burada 25. 15, 25. Düzdürmü? Sonra 25, 30. Yəni hamısı ardıcıl olmalıdır. Bu göylər 15, 25. Düzdürmü? 25, 30 tamamilə doğrudur. 35, 15, 20. Elə A variantıdır. Aydındır? Burada 15, 25 deyil, 25, 30 yazılıb burada. Burada 30, 15 yazılıb. Doğru deyil. Yəni cavab variantları tapan kimi avtomatik digərinə baxmağa ehtiyac yoxdur. Aydındır? Web səhifə ilə eyni alt qovluqda olan info qrafik faylına istinad doğru göstərilmişdir. İstinad göstərilir A hərflə. SRG-lər getdi, bunlar avtomatik gedir. Qrafik fayldırsa PNG-dir də. Bu WAV səs faylıdır, cavab A variantı. Aydındır? Web proqramlaşdırmada gələn sualdır. Üzr istəyirəm. Elhamdülillah. Sonra 67. Giriş qurğusu müəyyindin. Hansıdır? Bəli, skanner giriş qurğusudur. Qalanlar hamısı bu yaddaş qurğusu, əməli yaddaş yəni RAM-dır, proyektor çıxış, printer çıxış, plotter çıxışdır. Düzdür? Sonra 69-da girişə ingilis əlifbasının simvolları ibarət eyni sətri verilib. Tutaq ki, salam sözünü verdim. Düzdürmü? Yox. X bərabər A. S bərabərim A-ya. Yox, K olur bizdə 1. A bərabərim, bəli, bunun üstünə 1 gəlirəm. Aydındır? L bərabərim, yox, bu olur 2. Aydındır? Sonra gəlir A-ya. A bərabərdirmi? Yəni L olanda 3 olur da, düzdürmü? A bərabərdirmi? Bəli, K-nın üstünə gəlirəm. 3. Demək, bu nə iş görür? 0, 1, 2, 3. A simvollarından indekslər cəmi tapır. Aydındır? Sən hansını tutmuşsan Seymur? Çör, tamam. Sonra 68-ci sual. 68-ci sualı həll etmək üçün biraz məntiqlə fikirləşmək lazımdır. Bu bizim funksiyamızdır. Funksiya nə iş görür? Hesablama işi heç vaxt aparmırsınız. Olduğu kimi saxlayırsınız. Mənfi 10-dan qalxanda yuxarı, mənfi 10-un kvadratı 100, 100-dən bunu çıxanda 64 eləyir. Düzdürmü? 4 vurulsun 64, üstə gəlsə 667. B-nin qiyməti oldu. Düzdürmü? Bu arada mənfi 10 qoyanda elədi mənfi 9-dan 11-ə qədər. İndi mənfi 9 olanda bu ondan balaca olurmu? Hə? 81-dən 36 çıxanda nə qədərsə eləyir, bundan balaca olur. Bu olur mənfi 9, bu da olur həmin ədəd. Yəni 81-dən 36 çıxanda nə qədər eləyir? 45, düzdürmü? Yəni 4 vurulsun 45, üstə gəlsə 667. Aydındır? Kiçikdir də. Mənfi 8 olanda bundan da kiçik olurmu? Bəli, bundan da kiçik olur. Mənfi 7 olanda ondan da kiçik olur. Mənfi 8, 7, 6 da olanda ondan da kiçik olur. Düzdürmü? 0 olur da, başa düşürsünüzmü? Sonra mənfi 5 olanda da, mənfi 4 olanda da, mənfi 3 olanda da, mənfi 2 olanda da, mənfi 1 olanda da, 0 olanda isə lap balaca olur. Niyə? Çünki 0 olanda burada 0, mənfi 36 qalır da. Mənfi 36-nın 4-ə vurub bundan aşağı düşəndə, fikir verin, 667-dən 36 vur 4 nə qədər eləyir? 120, 144, düzdürmü? Hə? 144-dən bunu çıxanda 3, 2, bu da 5, düzdür? Növbəti mərhələdə 0-dan sonra 1 olanda, buradan 1-i çıxanda mənfi 35 olur. Bundan balaca olmur. Çünki kiçik ədəd çıxılır da artıq, aydındırmı? Növbəti mərhələdə ondan da kiçik ədəd çıxılır, aydındır? Çünki buradan müsbət, daha doğrusu mənfi 2 olanda 4 eləyir, 32 çıxılır. Aydındır? Bu həcm böyük qalır. Aydındırmı? Yalnız 0 halında ən kiçik dəyər alır bu. Ən kiçik dəyər alandan sonra deməli A-nın qiyməti bizdə 0 olur. Bunun da qiyməti 523 olur. Düzdürmü? 0 üstə gəlsin 1 bizdə 1 eləyir. Bunu da C-yə vuranda nə qədər eləyir? 1046, üstə gəl 1 də 1047 eləyir. Aydındır? Hə?
Sonra burada sual yoxdur. Bu tipli sualı həll etmək üçün 70-ci sualı. Biz bu tipli sualı həll eləməmişik. İndi sizə izah edərək necə həll edirlər. Bizdə ümumilikdə bunu həll etmək üçün düstur var. Yadınızdadır? Hansı düstur idi? Sıfırların sayının tapılması. Hansı düstur idi? Hə? Yaz modelləşdirmə. Təpə kvadratı çıxılsın til vur 2 bərabərdir sıfırların sayını bildirirdi bizə. Düzdür? İndi yazırıq burada. Neçə dənə təpə var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Düzdürmü? 8n dənə təpə var. Bilmirəm nə qədərdirsə. Çıxılsın 8 vurulsun n çıxılsın 1 qədər də bunun tili var. Anlayırsınız ümumilikdə. Bunlar da mötərizələrə daha doğrusu üstə gəlir. Bu qədər də 8n qədər təpə var. 8 vurulsun n çıx 1 qədər də bilmirəm. Yəni təpələri mövcuddur da. Düzdürmü? Bundan da bunu çıxan üstə gələndə bizdə 16n çıxılsın 8 qalır. Bu bizə tillərin sayını bildirəcək. Anladınız? İndi bizdə nə qalır? Təpə kvadratı, təpələr neçə dənədir bizdə? 8n. Düzdür? 8 dənə təpə var. Neçə dənə? N dənə. Onun kvadratı nə qədərdir? 64n kvadratı. Düzdür? Çıxılsın til vur 2. Til də bizdə budur. Bunu da 2'ye vuranda 32n üstə gəlinsin 16. 2'ye vururuq da bunu. Anlayırsınız? Til vur 2 değil mi? Yəni düstur hansı oldu? 64n kvadrat çıxılsın 32n üstə gəlinsin 16. Cavab Y variantı. Aydındır? Sonra burada bizdə elə bir ki 3 dənə Venn diaqram var. Belə. Kakars internet bölməsi mövcuddur. A, B, bu da C. Düzdürmü? Bizdən soruşulur. A and C bizdə, deməli, bura X deyir. Üçünün birləşməsi istəyirlər. A and C bizdə nə qədərdir? 600. Düzdürmü? Deməli, bura 600 çıxılsın X. Düzdür? Sonra B and C də bizdə 350-dir. 350 çıxılsın X. Bütövlükdə bu hissə bizə verilən. Yəni A or B and C 800'dür. Yəni bütövlükdə bu hissə verilən 800'dür. Deməli 600 çıxılsın X üstə gəlsin X. Üstə gəl 350 çıxılsın X bərabər bizdə 800 olmalıdır. Aydındır? Bu X ilə bunlar getdi. Buradan da 950 X bərabərdir oldu 150. Deməli 150 bizim kəşfimizdir hər üçünün. Aydındır? Sonra verilənlər bazasının cədvəlinə əsasən onun mümkün ola biləcək sahə tiplərini ardıcıllığını müəyyən edin. Mən görürəm ki, burada ID 1, 2, 3 gəlib avtonumber, yəni avtomatik nömrələnmə idi. Yadınızdadır ID nömrələr verəndə. Sonra name-dən surname bizdə textdir. Hər ikisi mətindir. Aydındır? Sonra burada pul vahididir, currency'dir. Burada da isə məntiqi əməldir. Ya seçirik ya seçmirik. Yes, no. Aydındır? Cavab D variantı. Başa düşdünüz? Number olmayan, bunlar text, bunlar yes, no məntiqi əməl burada yoxdur. Data time vəbşə yoxdur burada. Hyperlink də link də istifadə olunmayıb. Currency var burada. After text, number deyil. Məntiqi əməldir. Fayl adı ola bilməz. Hansı? Y variantı. Bəli. Ulduz işarəsi fayl adında istifadə etmək olmaz. Aydındır? Sonra 76 say sistemlərinə aid sualdır. Nə qədər olar? B variantı tamamilə doğrudur. Bunun açıq yazılışını yazırıq. 8 vur 3, 24, üstə gəlsin 32, üstə gəlsin 8, 40, 64. 64 də 2 üstə 6'dır. O da 1 və 6 dən 0 deməkdir. Siz də belə həll eləmisinizmi? Hə? Sonra HTML kod fragmentinə əsas web səhifədə nə əks olunacaq? O underline görürəm ki, hamısına aiddir. Amma bold yalnız examitiona aiddir. Düzdürmü? Deməli, hamısının altından xət olacaq. Sadəcə olaraq bu qalın və altdan xət yazılacaq. Deməli, C variantı doğrudur. Burada altdan xət yoxdur. Burada center qalın yazılıb, burada yoxdur. Burada centerin altından xət yoxdur. Burada hamısı qalın yazılıb.
Aydındır. Sonra 72. 32 simvolu əlifbadı deyəndə, yəni əlifbanın gücü 32 olur. Bir simvolu kodlaşmaq üçün neçə bit lazımdır? 5 bit lazımdır. Deməli 5 bit deyirsə, burada algo neçədir? 4, 8, 9 simvol var burada. Düzdürmü? Burada programming həmişə 11 simvol olur. 4, 8, 11. Burada soft da 8'dir. Düzdürmü? İndi 9'a vuranda 45 bit eləyir bu. 55 bit. Bu da 40 bit. Düzdürmü? Hər birini 5 bitə vururuq da. 5 byte adlı cavab 40'ı 8'e bölə bilərik. 5 byte qalır A variantında. 6 byte. 6 vur 8, 48 üstəgə 7. 55 eləyir bizdə. Bu B variantına uyğun gəlir. 40 byte adlı cavab yoxdur. 5 byte. 5 vur 8, 40. Üstəgə 5 bitdə bu varianta uyğun gəlir. Deməli, cavab variantlarından 7 byte, 7 vur 8, 56. Üstə gəlsin 7, 63 eləyir. Bu cavab yoxdur. Oldu. Deməli, DB-A variantını seçirik. DB-A variantını seçirik. Cavab Y variantı doğrudur. Okey. Sonra verilənlər bazısı fraqmentinə əsasən yazıların sayına uyğun gələn yazı saylarını müəyyən etmək lazımdır. Bunu tapmaq üçün biz nə edirdik? Verilənlər bazısını keçmişikdə, düzdürmü? İlk əvvəl notu yerinə yetiririk. CS kiçikdir, yox 95-dən böyük bərabərdir seçirik. Böyük bərabərdirlər hansılardır? Budur, budur, budur. Bir də budur. Düzdürmü? Bu tərəfdən bu qədər yazı çıxdı. Növbəti isə not əvvəlcə doğrunu sayaq. Matematika 90-dan böyük, riyaziyyat 90-dan böyüklər hansılardır? Gəl bunu başqa bir rəngdən seçək. Budur, budur, düzdürmü? Budur, 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 bir də budur. Düzdür? 90-dan böyük. And ona uyğun CS kiçikdir 97-dən. 97 kiçik deyil, bu da kiçik deyil, bu da kiçik deyil. Kiçikdir daha doğrusu. Düzdürmü? 97'den kiçik bu tərəf doğrudur. Bu da doğrudur. Bu da 97'den kiçikdir. Düzdürmü? Demək bizə variant olaraq buradan çıxdı yalnız bunlar. Fikir verirsiniz? Yəni bu yazılardan fərqli, bu yazılardan fərqli digər yazılar çıxacaq. Digər yazılar hansılardır? Bunlar onsuz da var. Bu da çıxacaq onsuz da. Aydındır? Demək bu çıxacaq, bu çıxacaq. Yəni bundan fərqlilər. Bu onsuz da çıxır. Bu burada düz gəlmir, bu burada düz gəlmir. Və ya bunlar düz gəlir də. Düzdürmü? Sonra bu buradan düz gəlmir. Bu buradan düz gəlir. Və salam. Neçə yazı oldu? 6. Aydındır. Sonra 10 terabaytın 25%. 10 terabaytın 25% nə qədərdir? 10 terabayt 100%dirsə, tutaq ki, X eləyir bizdə 25%. Bundan bu gedir. Burada qalır nə? 4 qalır. 10 bölünsün 4 olur da. Düzdürmü? Hə? Neçə baytdır? 1 terabayt neçə baytdır? Hə, yarısı da lazımdır. Bunun da yarısı bunu 8'e bölmək lazımdır. Düz deyilmi? İndi burada neçə baytdır? Neçə baytdır? 2 üstü 40 baytdır. Düzdür? Hə? 1 terabayt. Bu da eləyir 2 üstü 37. Bundan bu gedəndə. Bundan da bunu versək 5 vurulsun 2 üstü 38 olur. Anladınız? Sonra burada yaxşı çıxmayıb, amma biz tapa bilərik. Rahatlıqla tapa bilərik hətta. Bizə belə bir sətir verilib. Y adlı belə bir dəyişənə ls count a. Neçə dənə a var? 1, 2, 3, 3 dənə. Düzdürmü? 3 üstə gəlsin. 0-dan 7-yə qədər elə 7 simvol var. Aydındır? Uzunluğu 7 eləyir. O da eləyir bizdə 10. Anladınız? Y ev 10 üstə gəlsin. 7-ci indeksdən o tərəf find a-nı axtar deyir. 0, 1, 2, 3, 4, 5, 6, 7. Burada da olacaq 7-ci simvol 0, 1, 2, 0, 1, 2, 3, 4, 5, 6, 7. 7-ci indeksdən o tərəfə 1-ci indeksdə var. Əlində 10 üstə gəl 1 də eləyir 11. Anladınız? Sonra ls indeks y
0, 1, 2, 3, 4. Dördüncü indeks. Sep üstə gəl qoyacaq bura. Yev 10. Ondan sonra dərhal üstə gəl. Hər bir vergülü üstə gəlini əvəz eləyirsən. Özünə qədər. Burada özü başlayır. Y bizdə başladı. YR 11. Üstə gəlsin onların cəmi də 21 eləyir. Düzdür? Deməli nə baş verdi bizdə? 4, 10, 11, 21. Cavab oldu B variantı. Aydındır? Sualınız? 80-ci sualda həmçinin belədir. State Exam Center 5-ci indeksdən o tərəfə, bax 0, 1, 2, 3, 4, 5-ci indeksdən o tərəfə boşluqla birlikdə. Bundan o tərəfdə A axtar deyir. 0, 1, 2, 3. 3 olacaq. 3-cü indeksdə var. S.find A 0, 1, 2. Bu olacaq 2. Düzdürmü? 3-cü indeksdən o tərəfə, 3-cü indeksdən o tərəfə A-nı axtar deyir. Yəni 3-cü indeksdən o tərəfini götür S-in. A-nı axtar 6 və 14-cü indekslərdə. 3-cü indeksdən o tərəfə götürəndə A-nı da 6 və 14-də axtaranda bundan o tərəfdə. Baxın. Buradan o tərəfə gedəndə 0, 1, 2, 3, 4, 5, 6. Burada yoxdur, mənfi 1 verir. Yadınızdadır? İndi bizdən bu split, bu 3 dənə element olacaq. 3, bunun uzunluğu. Burada da 3 vur 2, 6 vurulsun. Bu da mənfi 1 eləyir. Mənfi 6, mənfi 6-nın üstündə də 3 yerində mənfi 3 eləyir. Cavab A variantı. Aydındır? Sonra 81-ci sual. Hər səhifəsində 15 sətir, hər sətirdə 40 simvol vurulsun, 10 dənəndə səhifə nə qədərlədir? 6000, düzdür? Düzdürmü? 5 dəfə backspace, 5, 3 dəfə delete, 3, 2 fərqli rəqəm klavişi, çıx 2, bunlar gedəndə 1 qaldı burada. Başa düşdüm. Bir dəfə kursor idarə edən düymə sıxılmışdır. O da heç bir rol oynamır. Aydındır? Deməli, burada 8 ilə 8-dən 2 çıxanda qaldı 6. 6000-dən də 6 çıxanda oldu B variantı. Yəni, bu qədər simvol qaldı. Başa düşdünüz? Sonra, algoritmi yerinə yetirirsiniz. Biraz tez algoritmi yerinə yetirin. Yetmiş beş mi? Yəni, baxaq. Deməli, burada n-in qiyməti nə qədərdir? Hər dəfə 3x gəlir. Yəni, hər dəfə 3 vahid artır. Burada isə 2x qədər də aşağı düşür. Düzdürmü? Şərt nədən asılıdır? Yəni, 5 böyükdür 5-dən yox. Məsələn. Düzdürmü?
tutaq ki də, yəni A böyük olanda, A böyük olmayanda n-dən dövrədən çıxır, düzdürmü? Yəni n böyük bərabər olmalıdır A-dan. Düzdür? Şərtə əsasən. Yeni qoyub hesablayırıq. 28 üstə gəlinsin 3x böyük bərabərdir 43 çıxılsın 2x-ə. X-lər bir tərəfə, y-lər bir tərəfə gələndə 5x böyük bərabər nə qədər eləyir? 10, 15, düzdürmü? X böyük bərabərdir 3-dən, elə 3-ün özü. Yerinə qoyuruq bunları, hər ikisini. 3-ü bura qoyuruq, eləyir 9, düzdürmü? 28 üstə gəl 9 eləyir 37, düzdür? 3-ü bura qoyanda bu da eləyir 36, düzdür? 37, bəli, 6-nı çıxanda. Dokuz, 3 dəfə olanda. Burada da 6, 37, bəli. Deməli, burada nə qədər eləyir? Bu 40, düzdürmü? Düzdürmü? Burada da eləyir 35. N bərabər A-ya. Yox, onların cəmi 75 eləyir. Anladınız? Cavab A variantı doğrudur. Növbəti 83-dür. Proqramın nəticəsinin 72 olduğu məlumdursa, N-in girişə biləcək natural qiymətlərin cəmini tapın. Demək, N bilmirəm nə qədərdirsə, int pi-dən 3 hissə, tam hissədir götürülür. K da bizdə kök altında ifadədir. Aydındır? N əgər tək olarsa bizdə K kvadratı vurulsun 15 bərabər olmalıdır bizə 72-yə. Bu da tam bölünmür. Anlasız kvadrat edə çıxmır buradan. Deməli, if şərti ödənməməlidir, gəlirik else-yə. Deməli, n-in qiymətləri tək yox, cüt olmalıdır. Anlayırsınız? Burada deməli, k 3 vurulsun. Daha doğrusu, k kvadratı vurulsun 18 bərabər 72. K kvadratı bərabərdir olmalıdır 4. Düzdürmü? 4 çıxır da. Deməli, 4-ü bura qoyuruq. 4-dən, yəni minimum 16 olmalıdır. Düzdürmü? Düzdür? K kvadratın burada 16 olmalıdır da. 16 olanda n-in 16 qiymətində də bizə kök 4 çıxır. 17 olanda da, 18 olanda da, 19 olanda da, 20 olanda da, 21 olanda da, 22 olanda da, 23 olanda da, 24 olanda, 25 olanda 5 çıxır, o da doğru gəlmir. Amma biz dedik ki, n-in qiymətləri cüt olmalıdır. Deməli, tək qiymətlərin üstündən xətt çəkirik. Anlayırsınız? Qalır bunların cəmini tapmaq. 40, bu da 40, bu da bir dənə 100-lük. Aydındır? Sonra bu. Siz hesablayırsınız, yoxsa mən izah edeyim? Seymur sizdə 9-cu dərsdə, düzdür? Deniz sizdə 4, 8, 12, 13-cü dərsdə, düzdür? Xayır gəlməyib, İbo gəlməyib, Arsen də deyir, evdə təkəm, rəhmətə gedən var, gələ bilmirəm. İzah eləyək. Yeni itilməsinin nəticəsində 667 çıxmışdır, deyir. 667 çıxması üçün 567 üstə gəlsin 20x bərabər olmalıdır 667-yə.
20x bərabərdir bir dənə yüzlük, x də bərabərdir 5. Düzdürmü? Deməli, dövrənin gövdəsi 5 dəfə icra olunandan sonra misal bitməlidir. Amma biz həm ən kiçik, həm ən böyük qiymətləri tapmalıyıq da və o aralıqdakı qiymətlər. Anlayırsınızmı? Deməli, 5 dəfə dövr icra olunanda, yəni n-in qiyməti bilinmir, n üstə gəlinsin 120, düzdürmü? Böyük olmalıdır 667-dən. Ayında dövrdən çıxmaq üçün. N böyük olmalıdır nə qədər? 547-dən böyük hansıdır? 548. Düzdür? Bir də var dövrdə qalma şərti. Dövrdə qalma şərtini yoxlamaq üçün bir dövrə geriyə qaydırıq. Yəni n üstə gəlinsin 100 kiçik bərabər qalmalıdır. Kiçik bərabər qalmalıdır. Nədən? Burada da 4 dəfə olanda 4. 667 yox. 667 olmur Seymur müəllim. Bura 4 qoyuruq. 80 eləyir. Bunun üstünə 80 gələndə 7, 4, 6 eləyir. Düzdür? 647. Düzdür? Deməli, burada n kiçik qalmalıdır nədən? 547-dən. Düzdür? Hə? Deməli, bizdə n hansı aralıqdadır? N olmalıdır, kiçik bərabər olmalıdır 547-dən və böyük olmalıdır 548 ən böyük ədəddir. Bu da 547 də ən kiçik ədəd. Hər ikisi də aiddir. Yəni, bu aralıqda olan bu ikisinin cəmi lazımdır bizə. Girişə veriləcək qiymətlər. Yoxsa burada düz tapdıq bunu. 7, 4, bu da 100 eləyir. Bu tərəfə keçəndə ən kiçik qalmalıdır 547-dən. 547, bir də 548. Bu iki ədəd. Bunların cəmi. Hə? En üstte 96 bin kalmış mı? 24 katalı 100 günlük kanalı. Sen devre koyup verin. Hə, onu düz hesablamadım. Yəni, bir dəqiqə, sorry. Deməli, burada bunları sildik. Bir dövrə geri qayıtdıq, düzdürmü? Şeyin qiymətini hesablamadım mən. N-in qiyməti nə qədər idi? Bilmirəm nə qədərsə. N üstə gəlinsin 4, 96 eləyir, düzdürmü? Kiçik bərabər qalmalıdır. Nədən? 547 yox, 567 üstə gəlinsin 4 vur 20. 80, düzdürmü? O da eləyir 647, düzdürmü? 647-dən də, yəni bu qədər hesab işi aparan misal gələr. Bu 1, bu da bizdə 5, 5, düzdürmü? 551. Kiçik bərabər olmalıdır. Deməli, bundan böyük, 547-dən böyük, 51-ə kiçik bərabər. Deməli, qiymətlər hansılardır? 548, üstə gəl 549, üstə gəl 550, üstə gəlsin 551. Aydındır? Bunlar ala biləcək qiymətlərdir. Bundan birini də buna vursaq, eləyir 550, düzdürmü? 550-ni də 3-ə vuranda bizdə nə qədər olur? 0, 5, 16, düzdürmü? Yox, 4, 6. 1398. Bir dəqiqə. Deməli, 5, 5, yaddaşdakı 1 də bu, düzdürmü? Düzdürmü? Üstə gəlinsin 548-də. 8, 9, 1, 2, 2198 eləyir. Bu qədər hesab işi aparan misal gələr. Nə vaxt hesablayıb qutaracaq bunu? 85 maraqlı sualdır. Bizə bu tip mütləq qəbula da gələcək. Proqramın icrası nəticəsində 5 ədədin çapa verilməsi üçün n-ə daxil edilə biləcək ən kiçik natural qiymətinin rəqəmləri cəmini müəyyən edin. Aydındır? Rəqəmləri cəmini deyir ha. 5 olması üçün baxın. Tutaq ki n-in 16 bölünməsinə alınan qalıq nə qədər olmalıdır minimum?
minimum qiymət olması üçün 4 olmalıdır. Düzdürmü? Hər dəfə mütləq 4 olmalıdır. Düzdür? Bax, K da bizdə əvvəl 2 idi. Bu da böyük olur. K olur bizdə 3. Düzdürmü? Bu da olur onsuz. Sonra bu da qalıq böyük olur. Bu da olur 5. Düzdür? Anlayırsınız? Yəni bura 5 olması üçün dövrə neçə dəfə icra olmalıdır? Yəni K 2 üstə gəlinsin. X bərabər 5 olmalıdır. X bərabər olmalıdır 3. Dövrənin gövdəsi 3 dəfə icra olmalıdır. Düzdür? 3 dəfədən dövrədə misal bitməlidir. Məsələn, burada ala biləcəyimiz, yəni 16-lıq sayı sistemi rəqəmlərindən söhbət gedir. Burada düzəldə biləcəyimiz ədəd, məsələn, ən kiçiyi 44-dür. Dövrdən çıxış şərti üçün. 16 vur 4, üstə gəl 4. Nə edilir? 68. 68-in qalığı 4 olur. Böyükdürmü? Bəli. K olur bizdə 3, bu da olur bizdə 4. Düzdür? Düzdürmü? Tam isə 4 qalır da. 4-ün buna bölünməsindən alınan qalıq 4 eləyir. Böyükdür. Bu da eləyir bizə 5. Düzdür? Bu da eləyir bizə nə qədər? 0. 0 böyükdürmü? Yox. Dövrdən çıxır. Demək, bilə biləcəyimiz ən kiçik ədəd 68-dir. Aydındır? Ən böyüyü soruşa bilmədilər, çünki ən böyüyü sonsuzdur. Mən yazaram burada 4, 4, sonra 0 və nə bilim F-lər yazaram hamısını. Anlayırsınız? 4-dən çıxış şərti üçün. Ən böyükü daha doğrusu F-lər yazaram, hamısı şeydən böyükdür. Qalıq 15 olur da, düzdürmü? Burada misalı bitirərəm 3-cü addımda. Bundan sonra da yazaram F-lər. Deməli, düzəldə biləcəyimiz ən kiçik ədəd 2 dənə 4-dür, o da eləyir 68. Onun rəqəmləri cəmi də eləyir 14. Aydındır? Seymur müəllim? 86. Cavab? Seymur, həlləmisən bunu? Neçə yazmışdın cavabı? 163. Tamam. Sağ sistemlərini işlə gedib evdə. Bu zəhrimara qalmış 40-ı yazmaq olar 5 vur 8 kimi. Vurulsun 16 üstü 40. Bu zəhrimara yazaraq belə, bunu da yazaraq 2 üstü 160 kimi. Yaza bilərəm. Nə qədər olur bu? 5 vurulsun 2 üstü 163. 8-lik sayı sistemi keçəndə nə edirik? 5-i qoyuruq qırağa, 163-ü bölürük nəyə? 3-ə. Düzdür? Nə qədər eləyir? 5 dəfə 15, 1, 3, bu da eləyir 4 dəfə. 12. Qalıq qalan 1 nə idi? 2 üstü 1. 2 üstü 1, 2. Bunu saxlayırıq. 54 sıfırı saxlayırıq belə. Anlayırsınız? 2-ni 5-ə vururam. 2-ni 5-ə vuranda 10 eləyir. Ondan 8 çıxanda 2'yi yadaşıqı 1'i də qabağa verdim. Düzdür? Yanına da yazdım 54 dənə 0.
Elədi neçə rəqəmli ədəd? 56 rəqəmli ədəd. Anladın? 54 dənə 0 var. Fərqli rəqəmlərin sayı da 3 eləyir. Sonra bunu həlləmisiniz? Hə? Neçə xana var deyir. Bir sütun üzrə edirsə 7 çıx 1 üstə gəl 1 7 xana eləyir. O da cavab D variantı. Düzdürmü? B-dən D-yə qədər. Bu tipli misalları həll etmək üçün siz ilk əvvəl eləyəcəyiniz sütunların adlarını yazmaqdır. A, B, C, D, E, F, G, H, I. Düzdür? B-dən D-yə qədər 1, 2, 3. 3 sətir, daha doğrusu 3 sütun. 6 çıx 2, ya da 7 çıx 2 eləyir 5. 15 eləyir, o da A variantı. B-dən D-yə yenə də 3 sütun. 5-dən də 3 çıxanda eləyir 2. 3 vur 2 də eləyir 6, o da Y variantı. Cavab variantlarında qeyd eləməliydiniz D, Y, A variantını. D, A, Y variantını. Anladınız? Deniz müəllim. Sonra keçirik algoritmə. Algoritmdə burada bu səhvdir. Bəli, bu səhvdir. N vurulsun, x üstü n olmalıydı burada. X üstü x yox. Başlayırsan. Bu avtomatik səhvdir. Anlayırsınız? Nəzərə al. Şustur olmaq lazımdır biraz. Sonra buradan bizdən nə istəyirlər? Girişə n natural, x və a həqiqi ədədlər verilmişdir. Ver, nə istəyirsən? Başlanğıc, n, a və x ədədləri verdik. Sonra burada dəyərlər təyin edirik. S bərabərdir. S sıfırdır bizdə. 1 k da bərabərdir. Hamısı S sıfır deyil, bu hasildir. Hasilini tapmaq üçün. Sorry. 1. Hasil 1'dir bizdə. K da bərabərdir bizdə olsun. Nə? 1-dən başlayaraq da hər dəfə 1 vahid artır. Düzdür? K nə qədər ki kiçik bərabərdir n-dən dövr davam eləsin. Hə. Aydındır? Burada nə baş verir? Hər dəfə A-nı da vurur. K-nı da vurur. A üstə gəlsin, K vurulsun X. Amma burada üstü də. Üstü qüvvəti biz belə də yaza bilərik, ayrıca bir dövrdə hesablaya bilərik. S bərabər S vurulsun, A üstə gəlinsin, A üstə gəlinsin, K vurulsun X. Aydındır? X üstü K. K-nı bir vahid artırıram. K bərabər K üstə gəlsin 1 və qaydıram dövrəyə. Yox olanda da S-i çapa verirəm, işim sonlanır. Aydındır? K vurulsun, yəni 1 vurulsun, x üstü 1 ilə x eləyir. Növbəti mərhələdə 2 olanda 2 vurulsun, x üstü 2. Aydındır? Və belə dövrə davam edir. Siz bunu ayrıca bir dövrdə də hesablaya bilərsiniz. Onu ayrıca bir dövrə bizdən desələr eləyirik, deməsələr heç eləmirik. Aydındır? Baxın, birdən dövrə desələr, dövrənin içində hesablayın desələr. Bunu biz belə yazmalı deyilik. Burada əlavə bir dəyərlər, hər dəfə onun hər dəfə burada qüvvətləri hesablamaq üçün yazıram burada P bərabərdir 1 adlı belə bir şey. Burada P-ni hesablayıram. P bərabərdir P vurulsun X. Düzdürmü? X üstünü hesablamaq lazımdır. Gözlə. Bu P-ni buradan sileyim. Ayrıca bir dövrdə yazım. Yazıram burada C bərabərdir A, P də bərabərdir 1. Ayrıca dövr. C nə qədər ki böyükdür sıfırdan, hə. Onda fikir verin, mən necə fikirləşirəm bunları. P bərabərdir P vurulsun X. Onun qüvvətlərini tapıram da. S də bərabərdir S çıxılsın 1. Qaydıram dövrəyə. Dövr bitəndən sonra, yox olandan sonra.
Burada hesab işi yapararam. S bərabərdir. S vurulsun. A üstə gəlinsin. K vurulsun P. Aydındır? Və burada K-nı bir vahid artırıram. K bərabər K üstə gəlinsin 1. A yox, burada K olmalıdır. K nə qədər artsa bir o qədər qüvvətləri hesablamaq olacam da. Anlayırsınızmı? Və qalxıram tezdən yuxarı. Mən istənilən dövr qura bilərəm burada. Elə bir K-nın 2 qiymətində S də olacaq məndə 2. 2 böyükdür 0-dan bəli. P olur məndə x kvadratı. Aydındır mı? C olur bizdə qutarandan sonra yox olandan sonra A bizdə A-dır. Üstə gəlinsin K-nın qiyməti mən nə qədərsə o qədərdir. Vururam mən qüvvət üstünə. P də məndə x-in qüvvətləri olur. Aydındır? Və belə dövr qutarır. Əslində yazı qaydası belədir. Belə yazmaq lazımdır. Okay. 89 tipli misalı həll etmək üçün bu çox asan sualdır. Buna oxşar qəbul sual gəlmişdi. Deyir ki, girişə verilmiş x virgül y və radius, aydındır? Radius bərabərdir. Çalışın tam ədədlər desələr, nə desələr, siz həmişə bunu həqiqi ədəd tipində eləyin. Aydındır? Çünki parçadır, koordinatlardır, tam ədəd olmaya da bilər. Input nöqtə split. Düzdür? Sonra yazıb ki, baxın, çevrənin radiusu, çevrənin kənar xətti üzərində olmayan, yəni üstündə də ola bilər, içəridə də ola bilər, çöldə də ola bilər bu. Aydındır? Əgər burada, burada onun parçasının uzunluğunu tapmaq lazımdır. K bərabərdir. Aydındır? K bərabərdir. Necə taparıq? X kvadratı üstə gəlinsin y kvadratı. Düzdür? Onu da kök altında. Anladınız? Yəni bu iki nöqtənin koordinatını da, yəni bu hipotenuzu tapmaq üçün, yəni Pifagor teoremindən istifadə edirəm də. A kvadratı üstəgəl B kvadratı bərabər C kvadratı. Aydındır? If əgər K böyük, yox. If əgər ştrixlənmiş sahədə olub olmadığını tapmaq üçün x kiçikdir 0 and burada if yazıram. If əgər kiçikdirsə 0 and y böyükdürsə 0-dan, düzdürmü? Düzdür? Və burada növbəti if əgər K bərabərdirsə R-ə, onda print üstündə, yəni çevrənin üstündə olur. Else print, daha doğrusu else yox, elif R böyükdürsə K-dan, onda print bizdə daxildə, düzdürmü? Əks halda xaricdədir. Aydındır? Və növbəti elif 3-cü rübdə olub olmadığını yoxlayıram. Daha doğrusu 1, 2, 3, 4-cü rübdə olub olmadığını. 4-cü rübdə olması üçün nə baş verməlidir? X böyük olmalıdır 0-dan, n də y-də kiçik olmalıdır 0-dan. Və növbəti yenə eyni bir şeylər burada baş verərsə, bunları kopyalayıram. Yəni üstündədir, daxildədir və yaxud xaricdədir. Aydındır? Belə də yazmaq olar. Bu iki haldan biri baş verərsə də, və yaxud burada or yazsam, or və ya x böyükdür 0 and y kiçikdir 0 olarsa, onda buna heç ehtiyac da yoxdur. Aydındır? Biz belə də yaza bilərik. Sualınız? Səndən if elif strukturu soruşur. Bilib bilmədiyini qeyd edə bilirsən, yoxsa yox?
Növbəti misalımız klaviatur aralarında üstəgəl işarəsi. Üstəgəl deyirsə elə n bərabərdir input, aydındır? Input nöqtə split üstəgəlin özündən kəsə bilməyimizi istəyir. Aydındır? Cəm bərabərdir 0. For dövlünəsi var, for x in, n'in elementlərini birbaşa müraciət etmək lazımdır. If əgər sənə gələn element int x böyükdürsə 0-dan, yəni müsbət elementlərin cəmini deyir. Anlayırsınız? Cəmini mi hasili? Mən burada hasil də tapam. Hasil bərabərdir 1. Onda cəm üstəgəl bərabərdir int x və burada hasil də vur bərabərdir int x. Əks halda heç nə. Print cəm və hasil. Əyində verək bu ədədləri. 5 üstəgəl çıx 3 üstəgəl 2 üstəgəlinsin 0. 7 və 10 digəri də doğru verəcək. Mənfi 3 üstəgəl mənfi 2 üstəgəl 4 üstəgəl 2 üstəgəl 1 üstəgəlinsin çıx 10 üstəgəlinsin 11 18 və 88. Aydındır? Bu bir versiya. İkinci versiya isə burada birbaşa n bərabərdir yazmaq olar. Bir listin içində qaytarsın mənə x-ləri. Hardan? For x in input nöqtə splitdən. Okay. Nə zaman? If əgər int x böyükdürsə belə. Aydındır? Qalır birdən bilirsiniz nə demək? Print cəmin tapmaq. Cəm tapmaq üçün eval üstəgəl işarəsini yenidən qoyuram join-dən istifadə edərək hər bir rəqəmin içərisinə. Rəqəmlər, yəni ədədlərin içərisinə daha doğrusu. Eval n. Eyni bir şeyi kopyalayıram. Burada bir dənə sadəcə olaraq şeyi əvəz edirəm. Vurma işarəsini. İndi 2 sətirlik həldən də istifadə edərək cavabı tapa bilərsiniz. Hər ikisi doğru verməlidir. Gördünüz? İstəyirsən belə yaz, istəyirsən belə yaz. Bura qədər sualınız. Baxın, bu da bizim suallarımızın hər birinin həm fərqli həlləri, həm də mükəmməl formada izahı.